Göyçay rayonu Mırtı kənd şəhidin qardaşı, böyük qardaşı Behbudov Aydın Nəsrəddin oğlu. Şəhid Behbudov Daşqın mənim qardaşımdır. O, hərbi xidməti Ukraynada başa çatdırmışdı. Sonradan 24 yaşı olanda o yenidən Qarabağ döyüşlərində iştirak etmək üçün cəbhəyə yollandı. O döyüşlərə qatıldı, könüllü şəkildə getmişdi. Su qovşanda Tərtər istiqamətində döyüşdü. Daha sonra onun sədasını biz Füzuli rayonundan eşitdik. İmkan qədər çalışırdıq, maraqlanırdıq ki, harda döyüşür. Və məlum oldu ki, o Füzulinin kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. Şükürbəyli kəndindəki döyüşlər onun son döyüşü oldu. Biz onu çox axtardıq. Təəssüf ki, tapa bilmədik. Döyüş yoldaşlarından 2-3 nəfəri tapdıq, maraqlandıq, soruşduq. Dedilər ki, bizimlə döyüşə girdi. Ancaq döyüşdən sonra biz onu görmədik. Biz də onu axtardıq, təəssüf ki, tapa bilmədik. Elə o vaxtdan gözümüz yollarda qaldı. Çox axtardıq. Valideynlərimiz onu çox axtardı, çox gözlədi. Təəssüf ki, onu biz tapa bilmədik. Elə onun dərdindən həm atam, həm anam dünyasını dəyişdi. O vaxtdan bəri elə gözümüz yoldadır. İndi bu gün onun dəfnidir. Mən yenə şükür eləyirəm ki, şükür onun biz nəşini tapdıq. Bu gün gözümüz yollardan yığılır. Onu dəfn edərik, öz kəndimizdə, öz qəbirstanlığımızda dəfn edəcəyik. Mən təşəkkür edirəm dövlət qurumlarına, onun tapılmasında əziyyəti keçmiş bütün əməkdaşlara öz minnətdarlığımı bildirirəm. Dövlətimiz sağ olsun, vətənimiz sağ olsun. Sağ olsun ki, onu tapdılar. İndi gözümüz yoldan yığıldı. Var olsun dövlətimiz, var olsun prezidentimiz, Ali Baş Komandanımız, var olsun onun ərsəyə gətirdiyi, yetişdirdiyi ordumuz. Bu ordunun sayəsində onun və onun kimi neçə şəhidlərin qanı yerdə qalmadı. Onların qisası alındı. Torpaqlarımız azad olundu. Mənim əziz qardaşım, mənim şəhid qardaşım, məkanın cənnətdir. Ruhun, valideynlərin ruhu ilə yəqin ki, qovuşacaq. Bizim işimiz haqq işidir. Mənim xalqıma, millətimə birlik arzulayıram. Harada birlik, orada birlik. Birlikdə həyat, ayrılıqda əzab vardır. Biz həmişə qalib gələcəyik. Çünki bizim işimiz haqq işidir. Allah yar və yardımcımız olsun. Mən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Qazilərə can sağlığı arzulayıram. O həmin döyüşlərdə iştirak etmiş və hal-hazırda sinəsini orden medalları bəzəmiş döyüş iştirakçılarına da səadət, xoşbəxtlik arzulayıram və sizlərə də minnətdaram ki, gəlib çəkiliş edirsiniz, paylaşırsınız. Çox sağ olun. Təşəkkür edirik. Təşəkkür edirəm hamınıza. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnətli olsun. Allah sizə səbir və dözüm versin. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad, məkanları cənnətli olsun. Amin. Allah bütün şəhid ailələrinə səbir və dözüm versin. Allah qazi qardaşlara, veteranlara can sağlığı, uzun ömür versin. Bugün də şəhidimiz Daşqın Behbudov Nəsrəddin oğlu son mənzilə yola salınacaq. Allah rəhmət etsin, ruhun şad olsun şəhidim. O cavan həyatı yarıda qalan nur üzlü şəhidim mənim, nur üzlü şəhidim mənim. Fikirləşin biz kim qorumalı torpağı? Bütün hamının anası da, başlı da, namusu da, qeyrəti də bu torpaqdır. Bu torpaqdan kim qalacaq? Məhdi meydana qalacaq. Məkanın cənnət olsun oğul, qəbrin nurla dolsun oğul. Məkanın cənnət olsun oğul, qəbrin
qəbrin nurla, nurla dolsun oğul. Bugün şəhidim köçdü evimizdən, itdi gözümüzdən, ama gitmir qəlbimizdən. Bugün yenə vətən ağlayır, sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu.